Azərbaycan xalqı çox şanslıdır ki, Dahi Öndər Heydər Əliyev kimi şəxsiyyət o xalqa nəsib olmuşdur. Vətənə məhəbbət, onun hər qarış torpağı, hər daşı uğrunda canını belə verməyə hazır olan əskəri olmağı biz Dahi Öndərdən öyrəndik. Azərbaycan Silahlı Qüvvələrinin də, onun təhlükəsizlik sisteminin də əsas banisi Dahi Öndər Heydər Əliyevdir. Onun strateji düşüncələri, gələcəyə ünvanlanmış tarixi və uzaqgörən qərarları, qətiyyəti və iradəsi sayəsində Azərbaycan dövlətçiliyi formalaşdı, möhkəmləndi və sarsılmaz oldu. Mən sərhədçilərin tarixini yaxşı bilirəm. Çünki özüm də keçmişdə sərhəddə çox olmuşam. Azərbaycanın ola bilər ki, sərhədində o nöqtə yox ki, mən orada olmayayım vaxtıyla. Gənc vaxtlarımda xidmət etmişəm. Çox yerləri piyada getmişəm. Çox yerləri at üstündə getmişəm. Bizim gözəl təbiəti sərhədlərimizdə görmüşəm. Eyni zamanda sərhədlərimizlə həmişə fəxr etmişəm.